Bəstəkar Qəmbər Hüseynli. Bu ad bəzilərinə tanış gəlməyə bilər. Elə isə cücələrin mahnısını yada salın. Şübhəsiz ki, böyüklü-kiçikli hamının böyük zövqlə dinlədiyi cücələrin mahnısını eşitməyən yoxdur. Bəli, söhbət cücələrin mahnısını bəstələyən şəxsdən gedir. Bəstəkar Qəmbər Hüseynli milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardan biri olub. Azərbaycanın çox əsrlik mədəni irsinin təbliğində onun özünə məxsus yeri var. Qəmbər Muxtar oğlu Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə Orta İxtisas Musiqi Məktəbinin tar sinfinə qəbul olunub. 1929-cu ildə isə Gəncə Pedaqoji Texnikumuna daxil olub.